Bugünkü söhbətimizdə biz qidalarımızla bağlı nə yeyirik, nə içirik, nələri yeyək, nələri içək, hansı sudan istifadə edək, ümumiyyətlə zərərli maddələr, bizim orqanizmimizə ziyanlı olan məhsullar hansılardır? Bax, bütün bu suallara cavab tapmağa çalışacağıq. Yeri gəlmişkən elə ötən günlərdə belə bir xəbər yayılmışdı. Kalbasanın içindən dəmir parçası çıxmışdı. Təsəvvür edin. Biz kalbasa ilə birlikdə dəmir parçası da yeyirik. Bax, bütün bunların təbii ki, bunlar suallar da belə bir ola bilərmi, olma ehtimalı varmı və biz onda nə yeyək, nə içək? Bugün bu günümüzdə bax bu suallara cavab tapmağa çalışacağıq. Studiyamızın qonağı da var. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov. Eyüp müəllim, xoş gördük sizi. Təşəkkür edirəm. Xoş gəlmisiniz. Eyüp müəllim, elə ilk olaraq tamaşaçılarımıza dediyimiz kimi kalbasadan başlayaq. Bizim bu günlərdə özünüz gördünüz ki, kalbasanın bütün demək media orqanları yaymışdı onu. Kalbasanın içində dəmir parçası. Bax, sizcə mümkündürmü bu? Necə ola bilər ki, kalbasanın içində dəmir parçası? Təəccüblü deyil. Bundan əvvəl də hətta mismar da çıxmışdı. Amma hansı qaydada ola bilərmi bu? Nə qədər ehtimal, nə qədər? Bizim ofisimizdə illər boyu bu kimi materiallar toplanıbdır. Piraşkinin içərisindən insan dişi çıxması, məsəl üçün dırnaq çıxması, cürbəcür malların içindən cürbəcür şeylər çıxır. Hətta dietik çörəyin içində 10 santimetrlik bolt. Bizdə nümunəsi də qalır onun. Saat belə hallar çox təəssüf ki, müşahidə olunur. Lakin bu məsələni biz bu günləri çox ciddi araşdırdıq. Yəni SAB şirkətinin istehsal elədiyi bu mallarda dəmir parçasının çıxması, ümumiyyətlə kalbasa statistika texnologiyasını biz araşdırdıq diqqətlə və demək olar ki, bu texnologiya ilə özdə həmin müəssisədə metal detektor var. Yəni metalları müəyyən edən detektor var. Bütün malların qarşısından keçir. Əgər orada bir metal hissəcik olarsa, o malı turulur avtomatik qırağa. Yəni yeni texniki bəli, belə texnologiya var, bəli. Və tam qənaətə gəldik ki, belə hallar müəyyən rəqabətdə olan şirkətlərin işi ola bilər və yaxud həmin müəssisədə işləyib qovulmuş, narazı olan insanların işi ola bilər. Hər halda bu da çox əcaib bir şeydir ki, gərək müəssisə işini elə qursun ki, belə hallar istisna olunsun. Çox təəssüf ki, bu cür informasiya insanları çaşdırır. Mənə bu günlər 12 zəng gəlib istehlakçılardan bununla bağlı. İstehlakçıların narazılığını bildirlər, araşdırılmasını tələb edirlər və s. Və onu da qeyd edim ki, 2013-cü ildə Beynəlxalq Təşkilatın dəstəyi ilə həmin müəssisəyə qida təhlükəsizliyi nişanı verilibdir. Həmin nişanlar onların süd məhsulları üzərində var. Çox təəssüflər olsun ki, adı çəkilən şirkətin məsul şəxsləri buna aydınlıq gətirib mediada bir iş görməyiblər. Bu çox təəssüflər doğurur. Gərək mütləq müəyyən məlumatlar verirlər mediada və susurlar. Çox maraqlıdır. Eyüp müəllim, deyirsiniz ki, mümkünsüzdür. Mümkünsüzdürsə onu necə kalbasanı kəsib içinə qoyub? Bəli, şübhəsiz ki... Yəni o şübhələr varmı? Bəli, təcrübə də göstərir ki, illər boyu yeni bir firmanın çörəyin içərisindən tük çıxması, məlum oldu ki, insanlar bunu eləyirlər. Tük yoxdur əslində orada. Bu cür hallar çox təəssüf var. Ümumiyyətlə, texnologiya istisna eləyir elə bir vəziyyəti. O elə bir şinekdən keçir ki, çox kiçik dəlikləri olan şinekdən keçir və onun kalbasanın o qabığına doldurulma prosesi elədir ki, ora metalın düşə bilməsi ehtimalı sıfırdır. İstənilən halda bu adamlarda narahatlıq yaranır. Əlbəttə, təbiidir, haqlıdır, bəli. Çox təəssüf ki, vətəndaşların hüquqlarını bəli, gərək həmin müəssisənin sahibi bəli, mütləq dərhal açıqlama verməlidir. O şikayətçi tapılmalıdır mütləq. Onunla müsahibə götürülməlidir, danışıq aparılmalıdır, araşdırılmalıdır. Çox təəssüf ki, balıq kimi susurlar.